Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? İyi misiniz? Arkadaşlar bugün şoka düşeceksiniz ki bunlar ağıllanmırlar, delidiler, başlar işlem. Ama biz Bakı'ya gidiyoruz. O şartla Bakı'ya gidiyoruz ki Şehriyar maşından düşecektir, işlerini halledecektir. Ama biz maşından düşməyəcəyizdir. Hem özümüze göre soyuq dəyməsin. Çünkü Məryəm 10-cu gündədir, mən 7-ci gündəyəm. Hem de ki başqaları ilə təmasda olmayaq deyə maşından düşmədən gidiyoruz. İzləyicilər o kadar manifest elədi maşında 24 saat, maşında 24 saat. Həqiqətən maşında qalmaq videosuna döndü videomuz. Xahiş edirəm manifestləyəndə deyin xeyirlisi ilə maşında 24 saat çəkin. Xahiş edirəm. Sonra başımıza iş gəlir. Haydi çıkalım bakalım. Esnata hediye paketi yapmışımdır arkadaşlar. Çön baxsınlar sənə. Ay Allah, hediye paketi. Saç yığılışını səndən öyrənmişik. Böyük şey olub da. Hazırsınız? Maskalarımızı götürün getdik. Ağzımızı tutun getdik onda. Sırf sizə görə qalın corab geyinib üstünə ayaqqabı geyinəcəm ki, sonra maşında çıxardacam. Oturun ki ayaqqabılarınızı çıxarın. Şalvarlarınızı Biraz keçsin. Bunları branjiletləmişəm arkadaşlar. Alttan finka, üstdən şalvar giyindirmişəm. Maşında şalvarları çıxardacaqlar. Rabia giyinmiyor. Vay! Yetti bela Meryem iş başında. Yetti bela Meryem iş başında. Yetti bela Meryem iş başında. O biri evin polları laminatdı ya. Meryem var ya bir şişirdi mesela o polları. Mənim adım Ofelia deyil. Hazırlaşır ücü. Məşq eləyir. Məşq eləyir. Gətirsin onu bala. Getdi. Gəlin çıxaq yavaş yavaş. Ay Allah. Əsnat gəldi. Kurtarıcı mələyimiz. O xarici ölkədən gələndə samalyotdan düşüb vətən torpağını öpənlər kimi istəyirəm çıxım havanı öpüm belə oksigeni öpüm özünü. Azadlıq gözəl bir şeydir. Allah cəmi bütün dustaqların da qapısını açsın. Onun çətinliyi budur da. Azadlıqsız qalmaq. Həqiqətən günəş işığı insan enerjisi üçün nə qədər vacib bir şeydir. Bir də nastroyeniyam düzəldi, uşaqlar dəhşətdə, yəni peraş kimi də aldırmışam bu fikrim. Elə bir köhnə günlərimə qayıtmışam. Əlimdə peraşım. Bir dənə bu zilyonkalarım da qutarsa, problemim həll olur arkadaşlar. Şəhər mən verirsən utanmırsan da deyir, oturmuşsan maşında su çiçəyi zilyonkaları ilə, saçın başında gündə, maşında hər keçən yanımızdan sənə baxır piyadaların hamısı. Deyirəm ki, artıq yapacaq bir şey yox. Əsas mənim üçün vacib olan yanımdakidir. O da istəsə də vazgeçəməz. Ona görə benim için hiçbir sorun yok arkadaşlar. Bu da penjama ilə oturub. Biz əməlli başı köçmüşük maşına. Keşke var. Ha. Bu kadar çok şey değil belki. Getdik yemek içmeye. Evet arkadaşlar. Fokus. Ta. Biz Sederek'teyizdir arkadaşlar. Şəhriyar deməli videoda kafel yeri görüb. Ama adresini, nömrəsini, mağaza nömrəsini, sırasını götürməyib. Bir dənə dağ görüb videoda həmin dağla şu an mağazanı tapmağa çalışır. Nasıl da mantıklıdır benim kocam. Aşkım baxmamısan onun nömrəsinin zadına bu kadar axtarmayaq. Hə? Yox, belə tam demirəm belə o olmasın. Başqası olsun. Şəhriyar çox gözəl dizayn verib bizim bu təzə evdəki hamama. Ama onun belə deyim də o dizayn üçün istədiyimiz kafelləri rayonda tapa bilmədik. Ona görə gəlmişik Sədərəyə. Haydi qazan mübarək olsun. İnanıram sən onu tapıb gələcəksən. Get bax gəl. Biz də oturmuşuq maşında. Hamı yuxuludur, hamı yatıb, durub. Nətərsən Məryəm? Özünü necə hiss edirsən?
Yaxşı. Rabia sən nə tərsən? Neyse taytış çoraplarımdan özümü çok qəşəng hiss edirəm. Əsnad sən yatmırdın axı, nə oldu birdən-birə? Modun Modu sizə bir təklifim var. Şəhər qayıtdı. Ay Allah, mən saçımı daramışam. Yenə niyə belə dəli oxşuyuram? Yoxdur burada. Cümə namazındadır. Bu ilə neçənci indi? Cümə günü. Aşkım, cümə namazındadılarsa 5-ci gündür də. Bilmirəm, bəlkə mən səhv eşitmişəm. Yox, elə 5-ci gündür. Gözləyək gələrlər də. Ona kimi istsən başqa yerlərə də bax. Ona kim gəlmir? Mən də sizə göstərim hamamımızı necə eləyəcəyik. Deməyin də. Deməyim, sürpriz olsun. Yaxşı, tam sürpriz olsun. Amma çox gözəl bir şeydir, yəni bayılacağınıza əminəm. Hayır, teşekkürlərə basmaq lazımdır. Evet arkadaşlar, benim ferisetli kocam Sederik'te o boyda kafel metlak yerinde bir tane kafel beğenmemiştir. Ona göre de... Arkadaşlar beğendim mi? Prosta yalancıdırlar çok arkadaşlar. Sosyalda paylaşıyorlar. Gelin aparın. 14 manat, 15 manat gelsən həmin kafeli paylaşırlar. Kafeli deyirsən neçədir, deyir ki 40 neçə manat. Elə dedilər. Adamı eşeği yerinə qoyurlar ya. Ona görə mən sən göstərəndə dedin 40 neçə manatdır bu. Yəni paylaşımı başqa cür eləyirlər. Gelib yerinə çıxanda başqa. O da düz yer tapmaq çox çətindir arkadaş ya. Düzümçü Ay Allah, indi mola gedərdik, gəzərdik, alış-veriş eləyərdik. Amma indi o vəziyyətdə yox, ancaq molla yanına edə bilərdik. Düşərdik maşından, gözəllik, dəniz havası, təmiz oksigen görər. Deyirəm, insan həmişə daha artığını istəyir. Nəysə, yeni bir yenilikçi xəbərimiz var arkadaşlar. Bu qız maşında otura bilər. Addımını maşından çölə ata bilməyə də bilər. Küçəyə bayra bu dəqiqə çıxa bilməyə də bilər. Amma Şəhriyara pul xərclətməməyim üçün bu heç bir əngəl daşımır. Özümə təsəlli versən. Xeyr, özümə təsəlli vermirəm, sənə təsəlli veririm. İndi düşün, rasxod eləyəcəksən ona görə. Deməli, day bura qədər gəlmişkən, yəni Bakıya bir dənə kafelə görə gəlmiş olmayaq da, mən bəyəndiyim toz soğuran şüşəsilən aparat mebel təmizləyən... Ya biz kafel almalıyız ha. Cəmi cümlətəni 1500 manatlıq xərcim var. Anne hepsimiz kapılı. Şöyle kışkırtma. Ama kışkırtmalar yalan olur, bu gerçəkdir. Zəhmət olmasın. Konuma çatdın, düş, mən mağazada qızlarla danışmışam. Onlar sənə verəcəklər, kartı basıb gələcəksən. Mən oraya getmirəm. Aşkım, mənim cehiz yığıram. Öyle cehiz yığırsan, gedəsən nənəvə deyəsən göndərər. Mən bilməm, nənəvə boynuma ötür. Nənəmin nə dəxlisi var ha? Mən Allahım. Zəhmət olmasa xahiş eləyirəm. Sifariş eləmişəm, cəmaət zakazlarımı hazırlayıb mağazada hazır qoyub. Düşüb götürərsən, varındır. Yox, mən bilmirəm. Arkadaşlar, sən danışma. Bir dənə toz soğuran tapmışam. Həm yuyur, həm süpürür. Robot deyil, əl toz soğuranda. Amma eyni anda həm silir, həm süpürür. Təmiz suyu çirkli sudan ayıra bilir. Yəni bir robot üçün, necə deyim, bir texnika üçün bu qədər ağıl çox fazladır. Mən də dözmədim, dedim, niyə məndə olmasın, zakaz elədim. Plus bizim evimizdə geyinmə soyunma dolabları şüşəlidir, güzgülüdür. Onlar barmaq olacaqlar. Evə 3 dənə güzgü dekor yığdırıb, otağımda güzgü, pəncərələr, o yan bu yan dərkən bir dənə şüşəsilən aparat almışam. Onu götürəcəksən. Bir də ki... İnanın o şüşəsilən aparatı elə bina alanda görərsən sən. Bir də ki... Ondan sonra görməyəcək. Ailəmiz elə aldığımız yıl ondan sonra... Elə olmayacaq, baxarsan. Hansı şüşəni siləsən, hə? Hamısını siləcəm, bir dənə çöl şüşələrdən başqa. Yaxşı. Sonra 125 manat verib bir ədəd stul almışsan sən, 10 dənə stul almışsan, 1125 manata 10 dənə stul almışsan. Onları ləkəli saxlamağa hansı qadının vicdanı əl verər deyin mənə, xahiş eləyirəm. Ona görə mebel yuyan aparat almışam. Ona görə də o xanım gələk oturmasın stolda. Mən ləkələtmirəm aşkım. 4 dənə uşağın ləkələtəcək, Tembolidə axırıncı gələn lap çox ləkələtəcək, ona görə məcbursan alın. Ləkələtməz. Deyəsən ləkələtməsin. Deməklə deyil aşkım. Hə can. Seydə qanı verdim, qoy stola rəngləsin.
Zeyd qələm nədir, nə bilir, qələt eləyir. Sizin nənəm düşüb bir dənə qalan vurduraram, bütün gün oturacaq. Deməli, 3 dənə aparatı götürürsən, çıxırsan. Mənim həyatımın mənası, eşqimin antenası. Mən onun açılımını çəkəcəm Instagramda. Onu götürək, sonra gedərsə kafel yerinə. Sən yat yuxlayırasın. Görərik kim yoxdur. Uşaqlar, mən bir dənə gəldim. Bir dəqiqə səbirli olun, qadın gücünü göstərəcəm sizə. Arkadaşlar, hazır maşında oturmuşuq, bekarçılıqdır. Tarakan hörüklərimi yığıyorum. Bir tərəfini yığdım. İndi o biri tərəfinə keçirdim. Tata! Nə görsəm yaxşıdır. Gəlib çatmışıq mənim mağazinimə. Zəhmət olmasa düş, get, zakazlarımı götür, ödə gəl. Ödəniş, sən mənə dedin ki, ödənişi Şələr orada düş, ödəməyəcək. orada həll eləyəcəklər, düş. Mən gedirəm amma, mən pul düşsün deyiblər, mən rüsva eləmə ya. Hə, yaxşı, düş. Yaxşı. Yaxşı. Sən linklərini də atmışam. Nə alınmalıdırsa, yəni orada şeydir, göstərə bilərsən. İşli birdən bilməsələr, denən ki, bu məhsullar idi. Mən gedim, bax, biz şərt kəsdik. Hə, şərt kəsdik, get. Tüş. Gələ. Kartında pul var, al gedin. Kartında Siz niyə qızışdırırsınız onu, cambalacandı? Bilmir hələ, oraya gedib sürpriz olacaq ona. İndidən mətlaxı nə ilə olsun, mətlax? Rabiyə, bu... Bax, burada qalmışdım. Hə? Nə? Tabii mən hava Gözdə ver. Qabaqlı oranı. Qabaqla. Bunu bağla. Evet arkadaşlar, az qalsın qolbağı düşürdü, xilas elədim onu bu dərddən. İnşallah bunun üzü suyu hörmətinə qaydanda əsəbləşməz mənə. Getdi. Ya Allah, bismillah. Məni cıracaq geri qaydanda, onu bilirəm bir dənə. Rabiyə, mən var ya, burada saxladıq maşını. Sən haqqında ağlıma bir dənə çox gözəl ideya gəlmişdi, sürpriz mənasında, yəni. Qorxma. Belə duygusal bir şeyler düşünürdüm. O sırada sən mən satmağı, Allah elə bir mənə işarət göndərdi ki, qənət elə otur yerində. Yo, deməyəcəm. Sürprizdir. Hə, yo, indi bu dəqiqə planlaşdırmırdım. Yəni gələcək üçün planlaşdırırdım bir dənə. Gələcək deyəndə 5 il sonra yox, yəni bu ilin içində Bir planlaşdırırdım. anda uşaq eləyəcək, bizə verəcək qız bu səfər. Rabiyə. İnşallah mənim balam böyüyərsin, özü və qismət olar. Məndən əl çəkin dayı. Xahiş eləyirəm sizdən. Mən bilmirəm, mən eləyim. Nəsə fikirləşirəm bunlar üçün eləyim. Hər dəfə daha çətin bir şey istəyirlər məndən. Allah sənə özü və qismət eləyər inşallah mənim balam böyüyəndə. Mən lazım deyil. Sən şu an lazım. Ay Allah, Şəhriyarın gəlişindən qorxuram, Qur'an and olsun. Saçımın o biri tərəfini yığmaq istəyirəm, fikirləşirəm, gəlib məni yoluşduracaq, qoy bir tərəfi açıq qalsın, hörüyüm, sonra dağılır. Ürəyim partlayır şu an. Uşmaq pırışqı ver. Bir şey deyəcəm, hələ mən bir dənə də ürəyimdən acmışam, yemək keçir. Hələ onu ataya necə deyəcəm, fikir eləyirəm. Aha, çölə Mən çıxdı. KFC istəyirəm. Atamız çölə çıxdı. Gör necə baxır ben. Allah darıfım. Deyir, şəkil çəkdirməyə gəldilər atayla. Qorxuyorum. Korkuyorum. Maşın çəkdi. Hə, uşaqlar, onu deyirdim. Hələ bir dənə də atadan qorxuram danışmağa, acmışam. Mən patdeşka verərsiniz ona nəsə aldıranda. Ata. Sən KFC istəyirsən, mən də McDonald's istəyirəm. Sən də. Mən McDonald's. Mən Kafeli alandan sonra deyək. yoxsa əvvəl deyək. Yox, Yox, kafelə çatmamış desək bizi döyər. Çünki içəridə babat pul qoyub gələcək, hə. Azam, kafel ələ almasın, biz yerə yeyək elə. Vallahi inansan düşünürəm aşkım, bir şey düşünürəm. İstədiyimiz şey də normal bir şey deyil. Ən qıcıq olduğu yeməyi istəyirik. Ondan bu dəqiqə dəli. Cəhənnəm. Dönər istəmirəm. Yəni mən də istəmirəm. inansan atanın əsəbləşməyinə dözərəm bu dəqiqə. Dönər yemərəm çünki
Uşaqlar, mən əvvəl dönəri çox sevirdim. Bizim nömrəmiz itən gün biz dönər almağa gedirdik. Odur budur dönərdən soyumuşam. Elə biləm yenə başıma iş gələcək getsəm dönər almağa. Odur dönər yeyə bilmirəm. Çox qəribədir. Ben bulamadım deyəndə. Zarafat Amma maşında kimsə istəyirəm. maşında 24 saat çəkirik. Fərqindəsiz. Saat 11-ə qalmış 10 dəqiqədən maşındayıq. Saat 4-dür. Aşkım KFC yeri sonra gedirik. Kafeler sitte şey getirdim. Kadasiften kovalları bizi. Düşə bilmirik ya aşkım, maşından düşə bilmirik. Sifariş Yoxsa verin aparardım maşına. sizi. Sipariş verebilirim maşına. O da ola bilər. Olar. Özü Metropark'ta Maşında gedək. kalırım. Metropark'ta sipariş verək. Ola bilər, hə, mantıqlıdır. Bir şey düşünəcəm. Qoy bir dənə gəlsin, sakitləşdirək bunu. Mən kömək eləyin ha. Odun üstünə lap da benzin Nereye atmayın. geleceğim ba? Gözüm otopsan. Yoksa görürsünüz benim sıfatımda hiç şey yoktu. Hə, deyin ki ata, deyin siz deyin ki ata, biz rahat yemək yeyək oturanda stullara ki, ofuş çirklənmə dərdi çəkməsin. Şeydir, qoy. Biz indi acımışıq. Hə, yo, onu demə hələ. Ben diyeceğim. Ay Allah, bismillah, qapılar açıldı mağazin, qorxuram. Yo, ata değilmiş. Bekliyoruz arkadaşlar. Evet arkadaşlar, ürünlerim gidiyor arabaya. Şəhriyar gəlir, hazır olun. Əsə o telefon kodunu al, əsə məni öldürəcək. Biz yoxuq burada. Siz yoxsuz burada, hə. Özünüzü vurun yatmışdığa. Xəbəriniz yoxdur sizin güya. Olan bitəndən. Hangi desən? Yapacaq başqa bir şey yox, çarəmiz yoxdur. Ay Allah, qorxuram. Mənim yanımda olun, ha, yatmayın, zarafat eləyirəm. Məni dəstəkləyin, köstəkləməyin. Kötəklətdirməyin. Ay Allah, yerləşdirib qutara bilmirlər maşına. Səsin yatıştırdı. 4 dənə məhsulu. Ooo, Rabiə. Yaxşı, əsi, yaxşı. Məryəm də ona vurdu, yaxşı. Dur aşkım, dur şikəst oldun orada. Ay Allah, nə oldu bunun gəlməyi? Hə. İşçilər kömək elədilər, sağ olsunlar. İndi Ezrailim geliyor. Korkuyorum anne. Yaxşısan. Korkuyorum. Hə, bağladı bagajı. Bismillah. Hara getdi? Abratla qayıtdı. Kesin qaytarır. Yox, qaytarmaz. Gedib ora qədər o məhsulları götürəndən sonra qaytarmaz, utanır. Ben kaytarırdım. Ayda qorxuram. Nə reaksiya verəcək görəsən? Nur açıp bu değil. Həqiqidirsən? Bırakı yer tostaran aşkım. Bilirəm. Nə oldu bu? Hə. İşığı yandırım üzüvə nur gəlsin, nurun etib. Gedək aşkım, kafel metlaq səni gözləyir. Hansı pulla gedəcək? Hansı pulla etməliyəm? Hansı pulla olacaq? Söndür kameranı, bir dənə danışım mən, sonra yandırarsan. Yox, mən izləyicilərimdən heç bir gizli saklım yoxdur. Yox, bu eləmi mənə bələkə. Aşkım, sən niyə belə eləyirsən? Bir dənə bombadan qutaraq, sonra mobilisinə keçək də. Vəbşi mənim gözüm çöndü ata. Ölməydi, xırıldı mənə Ay, xırıldı, görün nədir? Bunlar xəstədirlər, Allah'ın dostun. Dedim axı növbə ilə. Sen de dedin. Sür kafel metlaq yerinə. Qəşəng Yalanı danışma da. gedək qəşəng kafellərimizi Mənə verək. əsəbləşdirmir. Yaxşı, uşaqlar yaxşı. Əşi, eləmə, ayıb da aşkım, atay olmaz. Sür gedək. Aldığın hamısını götürdün, dediklərimin nəysə abratka eləmə ya. Hamısını götürdün Yox, dediklər. mən burada video çəkmişim ki, qaytaracağım. Amma yenə də Allah Allah şeytanı şeytanın nəhlət eləsin. Amin. Ayfiş buranı çək. Lənət köşk. Bunda amma deyilmirlər. onun ki burada hər nə var idi. Hə, çox qəşəng şeylər var burada. Alarsın bir dəfə. Çox gözəl məhsullar var. Boğuldu. Bırax. Bırax Bırax. aşkım. Avariya eləyər. Evet arkadaşlar, gözlədiyimdən yüngül xəsarətlə kurtulduğumuza görə saçımın bu biri tərəfini hörə bilərəm. Gedim hörüm, gəlirəm. Evet arkadaşlar, gəmimizə yeni bir aksesuar əlavə olundu.
Belə bir plasmasla gidiyoruz evə. Evə yox, kafel metlaq yerinə. Bu mənim otağım üçündür, düzdür? Mənim otağımda bambuk panellər yığılır divara arkadaşlar, dekor kimi. Onun ara kəsməsidir. Şəhriyar aldı, düz maşının ortasına yapışdırdı. Şeydi, indi gedirik kafel metlaq yerinə, düzdür? Maşında 24 saatimiz hələ davam edir. Amma sən bir dənə pis xəbərim var, dözə bilmirəm, acından öldük aşkım biz. Sizi apar. Biz də maşından düşə bilmirik. Yemək üçün maşından normalda düşmək lazımdır. Biz maşından düşə bilmirik. Bir hafta kullanıcı bulunmadı. Maşından düşmədən də yemək yeyilə bilən bir dənə yer tanıyıram, o da Makafdır. McDonald's. Hə. Yo KFC. Kimlər McDonald's istəyir, əlini qaldırsın. Köfeci. Yo McDonald's. Ayda o McDonald's. Üçün birə uduzdun. Siz axı. McDonald'sda nə görürsünüz? Üçün birə uduzdun Rabiyə. Kaçda ötürən? Çakın bura. Şu. Şəhriyar indi yol üstü kafel metlaq yerinə gəndə harda McDonald's gördü, saxlayacaq, biz üçün yemək alacaq. Şurada şey Özü bizə kuş odanca kafe. Yo var. Ölüyə vurmusan özü be. Yox, mən girmişəm bu cəmaət gedim, mən çıxa bilmirəm. Qoşa xəttə qalmışam burada. Hə, elə bildim özü eşitməməzliyə vursun. Ana! Can, Ayşe. gedirik yemək. Arkadaşlar, mən düşdüm maşından, ayaqlı zombi oxşuram, cəmaət məni görür, qorxuyor arkadaşlar. Şəhriyarla düşdük kafel seçməyə. Deyirəm ki, bütün evdə hər şeyin seçimini mənə əmanət elədi deyə hər şeyi 2 dəfə almaq məcburiyyətində qaldı. Yenə ağıllanmırsan. Bu səfər özüm seçirəm. Yenə də mənim fikrimi Duşu soruşma. verdim buna, moydadoru özüm götürdüm. Arkadaşlar, Şəhriyarda göstərə bilərəm izləyicilərə. Şəhriyar deməli bizim hamamı 2 yerə bölüb, bir hissəsi üçün belə bir kafel seçib. Bunu amma belə qoymur da, bəzəyi var yanında. Bəzəyi olacaq. Elə bir şey, arxa moydadorun qabaq tərəfi, bir də olacaq hamamın duş kabineti, duş tərəfi. Duşla elə bir Duş şey. tərəfimiz bu kafellərdən olacaq, belə bir şeylər baxın. Amma əlüzyon tərəfimiz dekorlu olacaq. Dekoru da Şəhriyar seçdi. İndi görək nə çıxardırsan da Çox ortalığı. qəşəng bir şey çıxacaq. Mənim telefonum səndə. Yox. Gözləyin. Təxmini arkadaşlar baxın, belə bir şey planlaşdırır, belə Burada dekorlar. prosta bu şəkildə tündür. Hə, bizdəki açıq rəng olacaq. Açıq rəngə üstünlüyü verirəm, çünki hamamda adamın ürəyi sıxılmasın. Evet. Ona görə də bu kafeli seçdi. Bir də darağlını da gətirirlər hə. Daraqlar burdadır. Prosta Gəl göstər də onu da. Hə, baxın o dekor üçün də bu kafeli belə bir seçdi daraq baxın. verəcək. Belə bir şey olacaq. Qəşəng görsənir. Bir dənə də sadə kafe. Deməli arkadaşlar, indi göstər. duş tərəf üçün kafe seçmək istəyirik. Sizcə bu qəşəngdir? Bu da gedərik ondan. Kariçnevidir deyə bizim seçdiyimiz kafe. Bu da gözəl görsənir hə, Bu şoko. çox qarışıqdır. Hə. Çox qarışıq şeylə. Bu belə bir şey var, bu da qəşəngdir. Bax bu da qəşəngdir. Yox, bu yox. Yox, yox. Gözdə. Bax bu da qəşəngdir. Bu da hə, göz yormur, düz deyirsən. Bax hə, bax bu da yaxşıdır ya. Bu da yaxşıdır. krem malako tonudur. Hə. Burada kamerada bilmirəm necə Bu da görürsünüz. yaxşıdır. Bu da yaxşıdır. Sən seçək aşkım, mən seçə bilmirəm. Arkadaşlar, mən ən son Sən orada seçdiyimin ən gözəl variantı budur. Sən o şeydə Pinterestdə gördün. Pinterestdə gördüyüm Bir budur, Pinterestdə gördüyüm. Belə bir şey. o Pinterestdə gördüyüm kafel bununla budur. Prosta onunla gedər o dizaynla. Hə, getməyinə gedər, amma lap belə şey demək istənsən, matlar var. Matlar daha qəşəng olar desən. Matlı daha kreativ görünür. Çox qərarsız qalırıq ey arkadaşlar. O qədər seçim var. Adam çox baxanda çox qərarsız qalır. Hə, bu da Çox qəşəngdir bax. qəşəngdir bu. Bu da qəşəngdir. Məncə bu daha qəşəngdir. Sənə buraxıram hamam tualeti. Sən elə nə edəcəksən? Mən duşu seçmişəm, qalmışam qırağı. Bura matlı ilə bu qəşəng edəcək. Bununla o dekor elə bilim qəşəng edəcək. Burada çeşid çoxdur, çox böyük. Çoxdur, baxma seçmə düşəcəyik yoxsa. Yerinə nə vuracağıq? Yerinə də ki, o yaxşıdır. Yaxşı da qəşəng. Götürək onu. Götür.
Həm matlıdır, həm də qəşəngdir. Bu şeyin güzgün Unitazın dalına da sən daraq vurasan ha. Aha. Elə danışdıq da. Ha, orada. Boynu yüklədim daha doğrusu. Mənə bax. Hə. Ondan əlavə də ki, bura bax. Bu güzgün dalına bundan da verə bilərəm. Hə, bu da qəşəngdir. Bunun görünüşü qəşəngdir. Güzgün dalına bir dənə bunu verə bilərəm. Burasına daraq, burasına daraq. Güzgün dalına əgər daraq belə sadə mat bir şey verəcəksənsə, bozdansa məncə taxta yaxşıdır. Moko götür. Elə taxta yaxşıdır. Bunu şey üçün götürüyor bu tərəfsiz. Duş üçün. Ha, duşun arxası bu tərəf. Unitaz duş tərəfə. Seç. Yerə də bir dənə göstər nə götürsən. Yerə, yerə də. Onu da deyim dostlar, bura çox böyük bir yerdir. Çox böyük hər bir çeşid var. Qiymətlər də bayaqlar sizə vurğuladığı gəlsən qiyməti deyirlər 5 manat, gəlsən çıxsan görsən ki 15 manat. Hə. Amma buradasa qiymət nə deyiblərsə odur. Onu tapdıq axır ki. Hara gedir bura? İlyas Saray MTK ilə Saray üzbəüz. MTK-nın yanında İlyas İnşaat. Özü Sumqayıtda edir də bu. Ekologiya postu ilə də üzbəüz var. TikTokda da şeydə də Instagramda da səhifə var da İlyas İnşaat. Yerə nə götürdük? Biz buranı baxdıqca özümüz elə reklam eləmişik. Bunu götürdük, hə? Bu da Hə, şey, əla. həm də o şeylə rəngi ilə gedir. Əla. Xeyirli olsun. Əladır. Xeyirli olsun. Bitdi. Ha, burada çox çeşid çoxdur. Adam Çeşid çox çoxdur. axtaran Mən bir baxdıqca çox seçimə düşürəm. Şey gedir məndə. Adam bilmir nəyi. Özüm də su çiçəyim, cəmaət mənə baxanda qorxur. Uşaqlar, kafel metlaq yerindən çıxdıq. 2 saatdır probka ilə, tıxacla gəlib çatmışıq da gələcəyimiz yerə, yemək yeyəcəyimiz yerə. Bunları necə ad saxlamışamsa ölüyorlar. Elə bildim kamera harasa dəyib, xarab olub görüntü. Bu şey məni çaşdırdı. Elə bildim ekranda nəsə problem var. Böyük yollar ayrılır. Sən gözün görsən bir elə bir üzümü bağlamışam. Biz necə hiss edirəm? Acından bara ölürəm. Düşünün ki, indi burada yemək yeyəcəyik. Bir dəfə də yemək alıb elə gedəcəyik. Orada da bir dənə yer var arkadaşlar. Oradan da siparişlər vermişəm. Özdə nə boyda dürümlər sipariş vermişəm. Yəni o dərəcə acmışıq. 2 dəfə yemək yeyəcəyik də, yəni. Nə yalan deyib öləcək qədər ac deyiləm. Yox, mən çox acam. Yaşayaram. Yo, mən sizdən hiss edirəm Afuş. Hə, Bilirəm ki, McDonald's burger alan ki, McDonald's udacam elə hiss edirəm. dəhşət Rabia indi bu dəqiqə acmışam. bilir ki, ağzını açsa maşında udacaq. Rabiyədə o potensial var mənim balam. Acam yəni, çox acam. O Rabiyə eləyər onu. Nə oldu? Elə nə eləyirsən, Eləməyin də uşaqlar. Mən videonu açıram sizlə. Eləmə də. Nəysə arkadaşlar, gəldik, çıxdıq. McDonald's-a düşə bilmiyoruz maalesef. Ona görə maşında sipariş verəcəyizdir. Vay benim. McAfto'dan. Şəhriyar qurban olum tez dön, bu döngəni Şəhərdə dönmək. neyləsin, cəmaatı əzdələsin. Öləm acından başa Bizim düş. videolar necə baxırlar, kolxoz bazarı kimi. Mən bu videoda heç bir şivənlik eləməmişəm. Mən izləyicilərdən küsmüşəm. Mənim gülməyim onlara batır. Gülməyəndə də videoya baxmırlar. Çox qəribə. Tərəzi bürcüsüz, əkizlər bürcüsüz karar verin. Gülüm, gülməyim. Daha gülmürəm. Sırıtmamışam bu videoda ona görə. Nəysə. Bunlar başladılar. Qoyun siparişləri verək arkadaşlar. Şeydir, soklu deməyəcəm çünki soyuq verirlər burada. Soku hamımız xəstəyik. Denən Sok ki, nədir? denən şeydir. 3 dənə chicken burger. 3 dənə chicken burger. 3 dənə chicken burger. Hə, 3 dənə. Bir dəqiqə, sən də burger yeyirsən. Sən də burger. 4 dənə chicken burger. 4 dənə chicken burger. Nə? Gülmə. 4 dənə chicken burger. Bir sən də yeyirsən də düzdür. Yox, mən yemirəm. Niyə? Yemirəm, Bir yemirəm. dənə də Big Tasty menu. Bir dənə də Big Tape, nə? Big Tasty Big, menu. nə? Big Tasty menu. Ət, Toyuq. Toyuq. Bir dəqiqə. Bir dəqiqə. Kola xəstə. Xəstəsən. Sırtığa.
Pendir. Nə pendir? Pendir Gözdə nədir? pendir yox. Hə, pendir sosu 2 dənə. Pendir sosu 2 dənə. Çöp. Stopu danışıram. Şu. Bəli. Hı. Safetka. Hara Şu. gəldim? Nə, get, davam elə. Şür. Sağ olun. Şəhər bura hər gələndə belə sağ olun nəydi kimsə. Sağ ol demirlər. Aslında bay bay deyəydin də sağ ol nəydi içində. Nə bilim ben. Ad boy verirsin, konturun getməsin də deyəydin. Ben ne dedim ben uşaklar indi orada elə uşaq var ki həqiqəti görməyib o ben de görməmişəm. Mən də ilk dəfə görəndə sağollaşmamışam robotla. Neyim ben? Robot deyil. Adam diyor. Adam deyə aşkım, indi qabağında deyil də şey vasitəsilə danışsan da bir hansısa aparat vasitəsilə Lazım danışsan. yox. Burada pəncərədən danışmayalım. İndi sən belə rahatdır, onlara da belə rahatdır. Onlar belə fikirləşiblər. Geri zəkalı. Kimə deyirsən özünə? Bu kadar kezzanlı skorusda istifadə eləyəcəm. Ya yalanı tüpürdün nə? Ay Allah. Yox, cəmaət haqqında ayıb deyə mən bana məhkəməyə verərlər səni. Yaxşı sən də ayıp zamanı indi sən Məryəmi aparır. Biliyorsun ya duruk, ti duruk. Çox bir şey zakaz eləmədim çünki bizi 3 dənə yekə dürüm gözləyir. 2 dənə taco, bir dənə quesadilla. 3 dənə taco. 2 dənə taco aşkım. 3 dürüm, 2 taco. Ona görə Vay benim hayallerim. aşkım taco'nun birinin içində 3 dənə olur. Zərvət edirəm, zərvət. Rabiyəni seyirəm. Açıqlama verirəm sənə həyatım. Deməyən bir dənə taco 3 dənə deməkdir. 6 dənə ümumi taco. Bunların psixologiyası yerindədir. İndi bu burgeri yandan sonra, gedəndən sonra belə yeyəcək. Uf, niyə bir də etdən taco verdin? Hə, deyəcək niyə 2 dənə verdin, zakaz bir dənə verdin. Vallahi Vallahi siz də onu düşünün ki, ac qalmayasınız yəni mən əlimdən. aşkım hərəyə öz zakazını vermişik. Uşaqların zakazını basıb yemə. Səndən gözləyirəm o potensialı. Rabiyə bir də görsən O deməli qədər də yox o düşün. arkadaşlar, bir də görsən deməli süfrədə hamıya uyğun sok qoyulub, hamıya uyğun yemək qoyulub. Hamının öz porsiyası var. Yedi içdi Rabiyə, indi sokdan doymayıb axı. Biraz da içmək istəyir. Zəhra Baxır, sütunu içir. yox, baxır Əsnata, baxır Məryəmə, görsün hansının başı daha qatışıqdır. Misal üçün Əsnatın başı qatışıq oldu. Şak. Heç nə olmamış kimi içdi qoydu. Mən soxum bitir. Bir də uşaqlar, bir də Yalan. paxlava alın bax. Allah andolsun. Allah andolsun neçə dəfə sən uşaqları sokuna kişdirən yerdə görmüşəm. Paxlava alıb. Özdə bir var oğurlayasan, bir də var heç nə olmamış kimi elə bir bulunmuş kimi götürürsən. Nə malı? Hə, bacım alı nə? Can dərmanı. Hə, yəni. Of, ata şey almışdı aşkım. Adı nə idi? Paxlava almışdı 4-dən. Hə. Deməli ondan hərəmizə bir dənə düşürdü, bir dənə yarım bölürdü. Hə. Yarımları böldü. Bir dənə Əsnada, bir dənə mənə, bir dənə ona, bir dənə pitov məndə, bir dənə pitov onda, bir dənə pitov da onda. Hə. Hamımıza indi, eşitdi, hə. Götür Əsndan paxlava olsun yedi. Hə, onu deyirəm də, elə bil elə də olmalıymış kimi yeyir özdə. Bireyli bax. Dünən Əsnat Rabiəyə tutqu verib, neçə dənə gətirdin içinə? Uşaqca travmalıdır da yəni. Yazım gəlir. Yox, mən Bir dənə də götürməmiş, təzə görmüşəm. danışma. Hə, yiyirdim ama para bölmüşdüm ortada. Hə. Ayda, indi bu məsələ indi haçana bağlanır. Hə, bir dənə də şey var. Gəlir adamın yanına, deməli sneakers almışıq. Ayda! Bütün dərdlərimiz düşdü. Kışkırma boğazım Buna sneakersin öz payını vermişik. Özdə belə yəni haqsızlıq eləmir ya arkadaşlar. Hamıya normal pay düşür də. Yəni biz də hər şeyi bilirsiniz ki, bol-bol alanıq. Yeyib içib mən indi öz payımı saxlamışam. Mənim indi ürəyim istəmir. Bir saatdan sonra yeyəcəm də bu sneakersi. Gözləyirəm yeməyin üstünə keçsin. Mən sneakersimi yeyəndə gəlir qalır başımın üstündə. Nanina dido. Dido baba mən sneakersimi yeyib qalmışam. Dido baba mən sneakersimi. Yalan da. Adama bir dənə vicdan əzabı çəkdir. Elə bir buna mən sneakers verməmişəm. And içən eləmirsən. Haqqına danış. And iç eləmirsən. Allah'ın olsun.
Eləyir, elə eləyir. Burnumuzdan gətirib yemək içmək heç nə mümkün deyil bunun əlindən. Sömürür bizi. Qardaş uşaqlar inanmayın. Yalansa. İşləyəm mən. Neyse, siparişlərimizi gözləyən yerdə başımızı qatdıq. Aslında bunda nəsə vardı. Bəsdirində. Evet arkadaşlar. Siparişlərimiz gəldi. İndi gedirik o biri yemək siparişlərimizi hələ götürməyə. Gələ. Acım lan aç. Gələ. Gələ. Kimindir? Burgerləri paylayıram. Arkadaşlar kola almadım. Çünkü şeydi, adı nədir? Xəstəyi hamımıza soğuk qadağandır. Gözlü salfetkan, 3'ü sizin, 2'si bizim. Gel üst. Haydi hamıya nuş olsun. Bakın ciddi demleyin. Şehir bu da senin. Yiyir ama. Gel. Aşkım ben bitirdim. Seninkini de koydum buraya. Şako. Seninkini de koydum. Benim yer tapılmadı. Narmanov'u o tərəfini edəcəkdim. Beynim İnansam acından bara bu dəqiqə heç adım yadımda deyil. Məndən soruşma. Mən gedirəm yemək yeməyə. Darıxmışdım, Allah'a and olsun. Çox ləzzətli. Ay Allah, ne yalan deyim. Heç darıxmamışdım. Bizburger. Nuş olsun aşkım. Böyüyün niye değil mi? Hayda deyirəm nə vaxt səsi. Aşkım, sən o qədər fədakarlıq edirsən yeməyin üstünə. Mən vicdan əzabı çəkirəm sən normal yemək yeməyəndə. Ona görə əlimə belə çan-çinçon zakazlar düşəndə özüm sənin üçün zakaz eləyirəm. Nuş olsun. Bizim hələ 3 dənə nə boydana burritomuz, takomuz, kesadiliyamız var zakazda. İndi gedirik onları yeməyə. Elə o da takonun bir növüdür. Nəysə, getdik. Arkadaşlar biz yedik, içdik. Düzdür, indi yenə yemək götürməyə gedirik. Onu inşallah növbəti videoda görərsiniz. Və buradan qaydırıq Astaraya. Həqiqətən də kafel yerini məndə çıxmaq şərti ilə. Demək olar ki, rovno 12 saatdır biz maşından düşməmişik. Və bu rəsmən maşında qalma videosu oldu. Amma bu videonun bir qalibi olmadı təbii ki, çünki yarışma değildi. Amma və lakin bu Məryəmgilin telefonunun ekranının düzəldilməsi, əgər Məryəm udmasa o ekranın pulu qədər ya Rabiyyənin ya Əsnatın mükafat qazanması yarışmasını unutmamışıq. Ola bilsin ki, ya sabaha ya birisi günə həmin yarışma gələcək. Görək Məryəmin telefonunun ekranı mı düzələcək, yoxsa Rabiyyə ilə Əsnat 300 manatlıq hədiyyə mi qazanacaqlar? Onu şans, talih, bəxt göstərəcək. Siz kimin tərəfini tutursa yorumlarda yazın. Videomuzu bəyəndinizsə kanalımıza abunə olub, like atıb, yorum yazmayı unutmayın. Maçı